Hamınıza salam dostlar, mən Mətin və bu da qurduğumuz Minecraft server dünyasıdır. Bu serverdə lobini indi göstərəcəm. Bu da qurduğumuz musiqi yeridir. Siz burada gəlib istədiyiniz mahnını açıb və dinləyə bilərsiniz. Burada satılan yerlərin, ərazilərin teleport zonasıdır. Yəni burada məsələn sizin 45 dollara, bu dəqiqə mənim 13 dolarım var, 45 dolara bir ərazi satılır. Burada 50 dolara, burada 25 dolara. Məsələn biz 50 dolarlıq yerə baxaq. 50 dolarlıq yerə baxdıqda isə içərisinə keçək baxaq. Bu dizaynların hamısı mənim özümə məxsusdur. Bu da sandıq yeri. Siz istəsəniz gəlib buradan /claim by yazsanız burada buranı almış olarsınız eğer 50 dolarınız olsa. Bəli, budur. Sonra gəlin diğer yerlərimizə baxaq. Burada bizi labirent gözləyir. Burada bitirdikdən sonra müəyyən qazanc əldə edəcəyiniz yerlər qoyulacaq. Burada isə bizim sahiblərimizin, yəni Camanşir Pro dostum və mənim adım burada qeyd olunur. Buradan mənim marketimə gedə bilərsiniz və digər şeyləri də əlavə olaraq buraya qoyacağıq. Burada gözəl bir qılınc yer alır. Bunun da dizaynı tamamilə mənə məxsusdur. Burada isə çöldə duran bu üzüyvari dairə bir yerə işınlanma yeridir. Məsələn için keçək. Bəli, buradan isə lobimizi izləyə bilərsiniz. İndi qaydaq, buradan da qayda bilirik. Qayıtdıqdan sonra lobimizdəki dizaynlarımız bu qədər idi. İndi keçək qaydalar yerinə. Burada qaydalar yerimiz var. Keçdikdə içərisə burada dillərə uyğun qaydalar qoymuşuq. İspanyol dilində, ingilis dilində, türk dilində, ərəb dilində. Buradan qaydaları oxumağınızı tövsiyə edirəm. Gəlin yenə qaydaq lobimizə. Və son olaraq survival yerimiz. Bu survival yerimizdə xüsusi şeylər var. İndi keçək onları sizə göstərim. Oyuna başladıqda sizi belə yer gözləyəcək və istəsəniz geri qayda və ya oyuna başlaya bilərsiniz. Məsələn indi oyuna başlamaq istəyirəm. Və mənim qurduğum kimi belə marketlər qura bilərsiniz. Buradan gəlib məsələn üçün 5 dənə balıq bir qiymətədir. Bu 5 yazılan onun sayı, 1 yazılan yerdə isə onun qiymətidir. Sağdakı isə istəsəniz qoyarsınız, istəsəniz 0 yazarsınız. Mən 0 yazmışam çünki mən bunu başqasından almaq istəmirəm. Əgər bura məsələn 1 yazsanız və başqası gəlib buradan sizə bir qiymətə 5 dənə balıq sata bilər. Mən isə satmaq istəmədiyimə görə 0 yazmışam. Budur, siz də belə bu cür marketlər qura bilər və istədiyiniz əşyaları sata bilərsiniz. İndi necə qurulduğuna mən sizə başa salım. Bir sandıq qoyursunuz və qarşısına bir tabela, türklər demişən tabela yerləşdirirsiniz. Bu tabelaya girərək ilk başda birinci hissəni boş buraxıb ikinci hissəyə həmin əşyanızı nə qədər satmaq istədiyinizi yazırsınız. Məsələn mən 4 yazıram. 4 dənə kartofu satmaq istəyirəm, pişmiş kartofu. İndi isə bura bu yazıb, yəni neçə satdığımın qiymətini yazıram. Ondan sonra isə 2 nöqtə qoyub mənə neçə satdıqlarının qeyd edirəm. Mən məsələn üçün 0 deyirəm. Bundan sonra isə S yazıram. Aşağı hissədə isə bayaq gördüyünüz kimi əlimdə kartofu tutub /item info yazaraq adını öyrəndim. Həmin adını necə öyrənə bilərik? İngiliscə olduğu üçün İngiliscə bilməsəniz belə gəlib əlinizdə tutarkən kartofu çətə belə yazırsınız. Item info / yazırsınız və solda gördüyünüz kimi baked potato yazılır. Baked potato-nu öyrəndim. Həmin adı eyniliklə buraya yazıram. Baked potato. Bəli, eyni bu cür yazırıq və budur. Marketimiz quruldu. Buradan isə sandığımıza qoyduğumuz bütün iş kartoflarını buradan gəlib ala bilərlər. Gəlib basılı saxlayarkən onu ala bilərsiniz. Əgər telefondaysanız, PC-dən yəni Java oynarsınızsa burada sağ düyməyə basaraq 4 dənə pişmiş kartofu bir qiymətə ala bilərsiniz. İndi isə sizə claim sistemini, yəni ərazi alma sistemini öyrədəcəm. Məsələn üçün gəlib hər hansı bir blokun üstündə qalırıq. Buraya
set yerinə slash claim yazaraq bu müəyyən ərazini, bu yaşıl ərazinin içərisinə mənim yerim olmuş olur. Adı da claim 11 yazılır. Mən bu adı istədiyim kimi dəyişə bilərəm. Məsələn üçün claim set name claim 11 olduğu üçün claim 11 yazıram və dəyişdiyim adı yazıram. Məsələn üçün yeni yerim olur və adı yeni yerim. Üstə gördüyünüz kimi. Burada claim nə işə yarayır? Başqaları gəlib sizin yerinizi qırmaq istəmirsinizsə, xüsusi claimlər götürə bilərsiniz. Bu claimlərdən özünüz ayarlarından dəyişə bilirsiniz. Məsələn üçün claim settings yazıram və ayarlarına girirəm. Bu il eləyə bilsinlər, eləyə bilməsinlər, destroy yəni qıra bilsinlər, qıra bilməsinlər, düyməni istifadə edib eləyə bilməsinlər. Bu cür bir çox sistemləri var. Və əlavə olaraq da siz buranı sata bilərsiniz. Mənim bayaq göstərdiyim kimi yazırıq claim, sel yazırıq və qarşısında adı yazırıq. Yeni yerim yazmışdım. Məsələn üçün istəyirəm ki 20 dollar olsun. 20 dollar yazılan kimi bu yer 20 dolara satılmış olur. Əlavə olaraq kiçik modlar var. Bu kiçik modlar nələrdir? Məsələn üçün VMiner modu. Burada əlimə balta alıb əyilib və odunu qırdıqda bütün odunlar hamısı qırılmış olur. Bu da əslində çox da böyük mod deyil. Yəni sadəcə işimizi asanlaşdırmaq üçün əlavə olunan moddur. Plugindir daha doğrusu. Başqa sadəcə balçada deyil, bu qazmada və ya çapada da işə yarayır. Məsələn üçün gəlib buradan kömürü qazmaq istəsək əyilib qazırıq və bütün kömürlər, ətrafında olan bütün kömürlər qazılır. Bu cür işinizə biraz da olsa asanlaşdıran modlar əlavə eləmişik. Serverimizə əlavə olaraq iş sistemi var. İş sistemi necə işləyir? Məsələn üçün gəlirik set yerinə və jobs, echo jobs yazırıq. Burada solda xüsusi işlər var. Bu işlərə necə girə bilərik? Məsələn üçün woodcutter, yəni odun qıran necə girə bilərik? Echo jobs join woodcutter yazılmışdır. Eni ilə bura yazıram. Yazdıqdan sonra indi bu iş nə işimə yarayır? Gəlib buraya buradan 64 dənə odun qazdıqda müəyyən bir pul verir. Nə qədər olduğunu da indi görəcəyik. İndi mən 59 dənə odun qırdım və son 5 odun qırdıqda mənə müəyyən qədər pul verəcək. İndi gəlin görək. Bəli, 0.5 dollar verdi. Xüsusi işlər gördükdə sizə xüsusi pullar verir. Məsələn, minerda dəmir qırdıqda, altın qırdıqda sizə müəyyən pul verir. Bu job sistemi də belə işləyir. Siz həmin pullarla bayaq göstərdiyim marketlərdən, yəni sandıq yerlərindən xüsusi şeylər ala bilərsiniz. Bu da sizin oyun gedişatınızı biraz asanlaşdırmış olur və daha maraqlı edir. İndilik bu qədər. Əgər siz də bizim serverə qoşulmaq istəyirsinizsə, açıqlama hissəsində oyun linkinə girə bilərsiniz. Qarşıdan gələn eventləri saniyəsində bilmək istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Mən Mətin, özünüzə yaxşı baxın, sağ olun.